Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Elhamdülillahillezî yebqa ve yehleku mâ sivâ. Elhamdülillah. Ellezî lehul esmâul husna ve sıfâtul ulâ. Allahümme subhaneke la ilme lena illa ma allamtana. İnneke entel alimul hakim. Allahümme inna nes'eluk qalben selimen ve lisanen sadiqan. Allahümme inna nes'eluk el-ihlâsa fîme nekûlu ve nesma'. Allahümme salli ve sellim ve barik ala abdike ve rasulike Muhammed ve ala alihi ve sahbihi ecma'in emmâ ba'd. İnşallah bugünkü dərsimiz İslam neməti haqqında olacaq. Deməli, biz dəqiq bilirik ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Allaha ən yaxın olan insan idi və Peyğəmbərlərin içərisində ən əfsəli idi. Yəni, bu dəqiq bilinən məsələdir. Və həmçinin bilirik ki, onun ümməti ən əfzəl ümmətdir. Yəni, ümmətlər içərisində ən əfzəl ümmət Peyğəmbər sallallahu aleyhi və səlləmin ümməti idi. Və Allah Taala'nın lütfündəndir ki, bizi Peyğəmbər sallallahu aleyhi və səlləmin ümmətindən edib. Yəni, biz Peyğəmbər sallallahu aleyhi və səlləmin ümmətiyik. Bu, Allah Taala'nın bizə verdiyi ən böyük nimətdir. Deməli, bunu bildikdən sonra qalır ikinci bir şey. O da nədir? Bu nemət üzərində ölmək, yəni sabitlik. Yəni, bu dünyadan çıxanda İslam neməti üzərində çıxmaq. Vallahi, qardaşlar, İslam neməti ən böyük nemətdir. Və məlum olan məsələdir ki, nemətlərə qarşı nankörlük etsən, o nemət sənin əlindən çıxa bilər. Yəni, verilən nemətə şükür etməmək, nemətin getməyinə səbəbdir. Bunu hardan bilirik? Quran-ı Kərimdən Allahu Cəllə və Alə buyurur ki, وَإِذْ تَأَذَّنَ رَبُّكُمْ لَإِنْ شَكَرْتُمْ لَأَزِيدَنَّكُمْ وَلَإِنْ كَفَرْتُمْ إِنَّ عَذَابِ لَشَدِيدٌ. O zaman Rəbbiniz bildirmişdi ki, əgər şükür etsəniz, sizə olan nemətimi artıraram. Yox, əgər nankörlük etsəniz, bilin ki, mənim əzabım şiddətlidir. Deməli, bu ayət dəlildir ki, şükür etməsən, yəni nemətə şükür etməsən, nemət səndən gedə bilər. Və hidayət neməti başqa nemətlər kimi Allah tərəfindən bir nemətdir. Lakin nemətlərin ən böyüyüdür. Aydındır? Deməli, əgər bu nemətə qarşı səhlənkar olsan, Allah Taala səndən bu neməti ala bilər. Aydındır, qardaşlar? Yəni, baxın, əgər Allah Taala sənə hidayət veribsə, bu sənin üçün böyük bir nemətdir. Çünki Allah Taala bu neməti hər insana vermir. Nə qədər insanlar var ki, onlar bu nemətdən məhrumdur. Və biz dəqiq bilirik ki, bu nemət insanın bacarığı sayəsində gəlmir. Nəyəsə görə gəlmir. Yəni, bu birbaşa Allahın əlindədir. Yəni, bu başqa cür insana gələ bilməz. Yəni, vallahi, qardaşlar, əgər Allah Taala sənə hidayət verməsə, heç kim sənə hidayət verə bilməz. Yəni, illərlə çalışsan, nələrə əl atsan, bu nemət hasil ola bilməz. Əgər Allah Taala sənə bunu verməsə. Allahu Cəllə və Alə buyurur ki, Yəhdi mən yəşəu ilə sıratin mustaqim. Allah istədiyini düz yola yönəldir. Yəni, istədiyinə hidayət verir. Yəni, bu Allahın əlindədir. Hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, وَإِنَّ اللّٰهَ يُعْتِ الدُّنْيَا مَنْ يُحِبْ وَمَنْ لَا يُحِبْ وَلَا يُعْتِ الْإِيمَانَ إِلَّا مَنْ يُحِبْ. Allah Taala bu dünyanı sevdiyinə də verir, sevmədiyinə də. İmanı isə yalnız sevdiyinə verir. Yəni, dünyanı, onun nemətlərini sevdiyi kəslərə də verir, sevmədiklərinə də. Yəni, görsəz ki, hansısa kafir bir insanın üzərində nemətlər olduqca çoxdur. Yəni, əgər fikir versəz ki, və müşahidə etsəz ki, hansısa bir kafirin üzərində Allahın nemətləri olduqca çoxdur, bu sizi aldatmasın. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm açıq aydın bildirib ki, Allah bunu sevdiyinə də verir, sevmədiyinə də. Lakin imanı, hidayəti isə yalnız sevdiyi insanlara verir. Aydındır? Və əgər sən hidayət olunmuşsansa, bu böyük nemətdir. Yəni, sən böyük nemət içərisindəsən. Çalış bu neməti dəyərləndir ki, bu nemət səndən getməsin. Vallahi, Allah Taala kimə xeyr istəyirsə, onu
bu nemət üzərində öldürür. Aydındır, qardaşlar. İnsana verilən ən böyük nemətdir bu dünyada. Və insan bu nemətə qarşı necə səhlənkarlıq edə bilər? Məsələn, adi hallarda namazları vaxtında qılmamaq, səhlənkarlıq etmək və ya məsələn, müəzzin azan verir, sən isə kimləsə söhbət edirsən. Halbuki Peyğəmbər sallallahu aleyhi və səlləm buyurub ki, İzə səmi'tumun nidəə fəqulu mitlə mə yəqulul müəzzin. Müəzzin, yəni müəzzinin sözlərini eşitdikdə onun dediklərini təkrar edin. Deməli, əgər müəzzin azan verirsə və sən bu anda kimləsə boş mənasız söhbətlər edirsənsə, artıq bu sən tərəfdən olunan səhlənkarlıqdır. Və sən bunu bir neçə dəfə etdikdən sonra bu artıq səndə adi hala çevriləcək. Və bu artıq səndə adi hala çevriləcək. Və sonra sən bunu etmək istəsən də edə bilməyəcəksən. Çünki sənin səhlənkarlığının müqabilində Allah Taala səndən bu xeyri götürür. Və sən bu nemətdə məhrum olursan. Nə səbəbilə? Bir dəfə, 2 dəfə, 3 dəfə boş-boşuna söhbət edirdin deyə. Allah Taala səndən bu neməti götürür. Yəni sənin əməlvin müqabilində, yəni heç kimin ağlına gəlməsin ki, Allah Taala insana zülm edir və ya xeyr, istəmir. Yəni sənin ağlına gəlməsin ki, Allah Taala insana zülm edir və ya insanlara xeyr istəmir. Xeyr, bu heç də belə deyil. Allah Taala buyurur ki, وَمَا رَبُّكَ بِظَلَّامٍ لِلْعَبِيدِ. Sənin Rəbbin qullarına qarşı zülmkar deyildir. Aydındır? Həmçinin başqa misal. Məsələn, zöhr namazı. Məlumdur ki, zöhr namazının qabaqda sünnəti var. Və müəzzin azan verir və sən bu ərəfədə oturub başqa şeylərlə məşğul olursan. Yəni, azanla iqamə arası sünnət qılmaq əvəzinə başqa şeylə məşğul olursan. Və bunu dəfələrlə etdikdən sonra bu hal səndə adiləşir. Və beləliklə də bu nemətdən məhrum olursan. Və həmçinin başqa cür misal, və həmçinin yəni, bu cür başqa misallar. Aydındır? Yəni, nə qədər nafilə ibadətlərinə səhlənkar yanaşacaqsan, o qədər də o nemət səndən uzaqlaşacaq. Beləliklə, nafilələrdən sonra artıq başlayacaqsan fərzlərə səhlənkarlıq etməyə. Və görəcəksən ki, artıq cəmaat namazlarına gəlmirsən. Yəni, hər gün gəlirdinsə, artıq həftədə bir dəfə gəlirsən. Cümələrdən cüməyə. Aydındır? Və görəcəksən ki, sübh namazlarını vaxtında qılmırsan. Və yaxud vaxtında qılsan da, artıq bu ibadət sənə ağır gəlir. Sanki bir növ başından eləyirsən. Aydındır? Yəni, artıq himmə qalmır səndə ibadətə. Aydın oldu, qardaşlar. Bunlar nə səbəbilə belə olur? Sənin neməti dəyərləndirmədiyinə görə. Sənin neməti dəyərləndirmədiyinə görə. Deməli, bilmək lazımdır ki, hidayət nemətində, yəni İslam dinində sabit qalmaq üçün səbəblər var, qardaşlar. Ən böyük səbəb valideynin qayğısına qalmaqdır. Vallahi, qardaşlar, bu olduqca mühümdür. Bəzi qardaşlar buna dəyər vermir. Buna yüngül baxır. Halbuki bu, sabitlik üçün ən böyük əməllərdəndir. Çünki Allahu Cəllə və Alə insana bunu vəsiyyət edib. Allah Teala buyurur ki, وَوَصَّيْنَا الْاِنْسَانَ بِوَالِدَيْهِ اِحْسَانَ. Biz insana valideynləri ilə gözəl davranmağı tövsiyə etdik. Baxın, Allah Teala burada buyurur ki, biz insana, yəni insana deyildikdə bu sənə də aiddir, mənə də aiddir və hər birimizə aiddir. Yəni xitab hər birimizədir. Və yadda saxla ki, Allah Teala'nın sənə xitabıdır ki, valideynin ilə gözəl rəftar edəsən. Əgər valideynin sənə xoşa gəlməz söz desə və səni danlasa, hər şeydən qabaq ilk attığın addımı olsun ki, Allah Teala sənə onlarla gözəl davranmağı vəsiyyət edib. Vallahi bu məqamda həqiqi qulluq üzə çıxır. İnsanın həqiqi qulluğu nə vaxt bilinir? Elə ki, nəfsə ağır gəlir və sən nəfsivi boğaraq Allahın əmrini üstün tutursansa, yəni bu yandan nəfsin istəmir, lakin sən Allahın əmrini uca tutaraq Allahın əmrini icra edirsənsə və bu məqamda həqiqi qulluq üzə çıxır. Aydındır? Və ona görə də, vallahi, bu olduqca mühümdir.
çalışın ki, valideynlərinizin qəlbinə sevinç hissi salın. Xüsusən də ananın. Xüsusən də ananın. Nəyə görə deyirik ananın? Çünki Allah Teala ayənin davamında buyurur ki, Həmələthu ummuhu kurhan və vada'athu kurha. Anası onu bətnində əziyyətlə daşımış və əziyyətlə doğmuşdur. Və bu deməkdir ki, anada elə bir haqq var ki, o atada yoxdur. Və sən ananın haqqını atanın haqqından azaltmamaq şərti ilə ananın haqqını az da olsa artıq etməlisən. Aydındır? Çünki sahabələrdən biri buyurur ki, Ya Rasulallah, mən əhəqqu bi husnis suhbə. Ey Allah'a Resulü, yaxın olmağa daha haqlı kimdir? Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, ummuk, thumma ummuk, thumma ummuk, thumma abuk. Anan, sonra yenə anan, sonra yenə anan, sonra isə atan. Ona görə də vallahi, ananın qəlbinə sevinç salmaq, Allahın razılığını qazanmaq üçün ən böyük səbəbdir. Ən böyük əməllərdəndir. Ona görə kimin valideyni sağdırsa, xüsusən də anası, çalışsın ki, onun qəlbinə sevinç salsın. Ona görə də hədislərin birində gəlib ki, bir nəfər gəlir İbn Abbasın yanına və deyir ki, İnni xatabtu imra'ətən fəəbət ən tənkihəni. Deyir ki, ey İbn Abbas, mən bir qadına elçi göndərdim. O isə mənə ərə gəlməkdən imtina etdi. Thumma xatabəhə qeyri fəradiyyət. Sonra deyir, lakin başqa bir insan ona elçi göndərdi, ona ərə getməyə razılıq verdi. Fəədraqətinil qeyra fəqatəlduhə. Mən dedi, qısqanclıq üzündən qadını öldürdüm. Və o kişi buyurur ki, fəhəlli min tövbə, mən tövbə etsəm qəbul olarmı? Yəni, bu əməlin üzərinə tövbə varmı? İbn Abbas radiyallahu anhuma nə deyir ona? Buyurur ki, ummuka həyyə, anan sağdırmı? Deyir, lə, xeyr, sağ deyil. İbn Abbas deyir ki ona, tub ilallah və təqarrab iləyhi məstətə't fəzəhəbət. Allaha tövbə et və bacardığın qədər Allaha yaxınlaş. Və kişi gedir. İbn Abbasın tələbələrindən biri yaxınlaşıb, İbn Abbasa deyir ki, ya İbn Abbas, limə səəltəhu an həyəti ummi. Sən nə üçün ondan anasının sağ olub olmadığını soruşdun? İbn Abbas radiyallahu anhuma cavabında buyurur ki, vallahi inni la a'lamu amələn əqrabu ilallahi azza və cəllə min birril validə. Vallahi çünki mən Allahın yanında valideynə edilən yaxşılıqdan daha yaxın bir əməl bilmirəm. Subhanallah. Baxın, yəni bu hədisi bir anlıq fikirləşin. Görün İbn Abbas o kişidən nəyə görə birinci sualında anasının sağlığını soruşur. Yəni bu vallahi sabitlik üçün ən böyük əməllərdəndir. Yəni valideynin qayğısına qalmaq sabitlik üçün ən böyük əməllərdəndir. Aydındır? İkinci əməl, hansı ki sabit qalmaq üçün səbəbdir, qiyamul leyl. Yəni gecə namazı. Baxın qardaşlar, vallahi gecə namazı Allaha yaxınlaşmaq üçün ən böyük əməllərdəndir. Çünki gecə ibadət etmək birbaşa sənin ixlasıva işarədir. Özün bax, gecə oyanmısan, ətrafında heç kim yox. Yəni özünü göstərəsi adam yoxdur. Oyanmısan və gedirsən dəstəmaz almağa və dəstəmaz aldıqdan sonra gəlirsən Allah Taalanın qarşısında dayanmağa. Qardaşlar, vallahi bunu Allah Taala hər kəsə nəsib etmir. Özünüz baxın. Gecə yata bilməyənlərin halı necədir? Məsələn, birinin yuxusu gəlmir, gedib telefonla danışır. Biri televizora baxır, biri əylənir və s. Amma elə insanlar var ki, onlar qalxıb dəstəmaz alır. Və Allah Taalanın qarşısında dayanır. Bu olduqca çətin bir şeydir. Bu bizdən qabaqçıların əməlləri idi. Necə ki Allah Taala xəbər verir ki, kənu qalilən minəl-leyli mə yəhcəun. Onlar, yəni sizdən qabaqçılar gecələr
ibadət edib az yatardılar. Aydındır? Yəni, bizdən qabaqçıların halı belə idi. Bir şey yadda saxla ki, Allah Teala bunu, yəni gecə ibadətini hər kəsə nəsib etmir. Bu Allah Teala'nın yalnız, yəni bunu Allah Teala yalnız sevdiyi qullarına bəxş edir. Belə ola bilsin ki, məsələn, asan gəlsin. Amma həqiqi məqama çatanda baxırsan ki, doğrudan da çətindir. Yəni, oyanmaq olmur. Aydındır? Bir kişi İbrahim ibn Ədhəmə deyir ki, İnni lə əqdiru alə qiyamilleyl, fəsifli dəva. Deyir ki, mən deyir, gecə namazlarına qalxa bilmirəm. Bunun əlacını mənə söylə. İbrahim ibn Ədhəm buyurur ki, gündüzlər Allaha asi olma, Allah Teala səni gecə özünün qarşısında dayanmağa müvəffəq etsin. Və sonra buyurur ki, فَإِنَّ وُقُوفُكْ بَيْنَ يَدَيْهِ فِي اللَّيْلِ مِنْ أَعْظَمِ الشَّرَفِ وَالْعَاسِ لَا يَسْتَحِقُّ ذَلِكَ الشَّرَفِ. Sənin gecə Allahın qarşısında dayanmağın ən böyük şərəfdir. Günahkar insan isə bu şərəfə layiq deyildir. Aydındır? Ən böyük şərəfdir. Ona görə Cəbrail aleyhisselam Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına gələrək deyir ki, Ya Muhammed, وَعْلَمْ أَنَّ شَرَفَ الْمُؤْمِنْ قِيَامِ اللَّيْلِ. Bil ki, müminin şərəfi gecə namazıdır. Müminin şərəfi gecə namazıdır. Subhanallah. Yəni, bu gecə namazına mane olan günahlardır. Yəni, gündüz günah etmək gecə oyanmağa mane olur. Bu doğrudan da həqiqətdir. Bu həqiqətdir, qardaşlar. Yəni, sən gündüz asi olduğun Allah səni gecə öz huzurunda dayanmağa müvəffəq eləmir. Deməli, gecə namazına, qiyamul-leyl namazına oyanmağın əlacı nədir? Gündüz günah etməmək. Gündüzlər Allah Teala'ya asi olmamaq. Ona görə ilk növbədə özümə və sonra sizin hər birinizə nəsihət edirəm ki, heç olmasa gecələr 2 rükət namaz qılın. Və yadda saxla ki, bu Allahın müvəffəqiyyəti ilə olur. Sa'd ibn Musayyib rahiməhullah buyurur ki, insan gecə 2 rükət namaz qılar və Allah Teala onun üzünə nur verər və hər bir insan, yəni hər bir müsəlman deyir, onu sevər. Və heç vaxt deyir, onu görməyən birisi deyər ki, mən bu insanı sevirəm. Mən bu insanı sevirəm. Aydındır? Və bir insan gəlir Həsən el-Basri deyir ki, Mə bələl müctəhidinə billeyli min əhsənin nəsi vücuhən. Nəyə görə deyir, gecə ibadət edənlərin üzü nurlu olur? Sual verir Həsən el-Basriyə. Və Həsən el-Basri rahiməhullah cavabında buyurur ki, لِأَنَّهُمْ خَلَوْ بِالرَّحْمَنِ فَالْبَسَهُمْ مِنْ نُورِ. Çünki onlar Rəhmanla xəlvətdə qaldılar və Allah da onların üzünü nurlandırdı. Aydındır? Həmçinin Sa'd haqqında xəbər verirlər ki, Sa'd 50 il sübh namazını, işə namazının dəstəmazı ilə qıldı. Sübh namazını 50 il işə namazının dəstəmazı ilə qıldı. Yəni, insan gecələr yatmırdı. Aydındır? Və Allahdan istəyirəm ki, bizi gecə ibadət edənlərdən etsin. Həmçinin əməllərdən üçüncüsü, hansı ki, sabit qalmaq üçün səbəbdir, Allahın kitabını oxuyub tədəbbür etmək. Allahın kitabını oxuyub tədəbbür etmək. Vallahi, qardaşlar, Allahın kəlamı, yəni Quran kimi insanın qəlbini çevirən ikinci bir şey yoxdur. Allahın kəlamı kimi insanın qəlbini çevirən ikinci bir şey yoxdur. Yəni sən buna adi bəşər kəlamı kimi baxma. Bu aləmlərin Rəbbinin kəlamıdır. Quran mübarək kitabdır. Allah Teala buyurur ki, Kitabun ənzəlnəhu ileykə mübarək liyəddəbbəru əyətihi. Biz bu mübarək kitabı sənə nazil etdik ki, onun ayələrini tədəbbür edəsən. Deməli, Allah Teala bu ayədə göstərir ki, bu kitabı elə belə indirməyib. Yəni, quru oxumağa indirməyib. İndirib ki, ayələrini tədəbbür edək. Yəni, əgər sən onun ayələrini tədəbbürsüz oxusan, artıq bir növ Quranın emmə məqsədindən uzaqlaşırsan. Məsələn, insanın yaranma məqsədi ibadətdir. Düzdür? Əgər bir insan ibadət etmirsə, artıq yaradılış məqsədindən çıxmışdır. Elə deyil. Həmçində Quran. Allah Teala bizə xəbər verib ki, onu
tədəbbür etmək üçün nazil edib. Əgər tədəbbürsüz oxusan, artıq emmə məqsədini itirirsən. Aydındır? Və ona görə Qur'anı tədəbbürlə oxumaq lazımdır ki, yəni sən imanını artıra biləsən onu oxuyanda. Aydındır? Heç olmasa gün ərzində mushəfdən bir cüz oxu. Bir cüz. Yəni bu sabit qalmaq üçün böyük səbəbdir, qardaşlar. Subhanallah. Yəni bəzi insanlar həftələrlə oxumur. Həftələrlə və ya ümumiyyətlə oxuya bilmir. Bu həqiqətən acınacaqlı haldır. Allahın kitabını oxumaq lazımdır. Aydındır? Öyrənmək lazımdır ki, oxuyasan. Həmçinin yəni bu hidayət nemətində sabit qalmaq üçün səbəblərdən necə ki, bunu dəfələrlə qeyd etmişəm və yenə qeyd edirəm ki, Allah barəsində husn-u zəndə olmaq. Allah barəsində gözəl zəndə olmaq. Bu olduqca mühümdür, qardaşlar. Və sabit qalmaq üçün ən böyük səbəblərdəndir. Husn-u zən. Yəni, sən müsəlmansan. Başına nə iş gəlirsə, Allah barəsində gözəl zəndə ol. Çünki sən etiqad edirsən ki, hər nə olursa olsun, yəni hər nə olursa Allahın izni ilə olur. Əgər iş belədirsə, heç vaxt pis zənn etmə. Nə cür imtihan olunson, Allah barəsində gözəl zəndə ol. Çünki Allah Teala layiqdir ki, onun haqqında gözəl zəndə olaq. Həqiqətən insanları imtihana çəkən Allahdır. Övlad verən Allahdır, övladı alan Allahdır, ruzu verən Allahdır və s. Bütün işlər Allahın əlindədir. Belə olduğu halda sən nə üçün Rəbbin haqqında pis zəndə olmalısan? Ona görə çalış, hər bir vaxt Allah haqqında gözəl zəndə ol. Və yadda saxla ki, sənə Allahdan rəhimli heç kim yoxdur. Yəni, əgər Allah sənə rəhm etməsə, heç kəs sənə rəhm edə bilməz. Və Allahın sənə olan rəhmi valideynindən daha çoxdur. Yadda saxla, qardaş. Allah Taalanın sənə olan rəhmi valideynindən daha çoxdur. Ona görə sələflərdən biri buyurur ki, لَوْ خُيِّرْتُ بَيْنَ أَنْ يُحَاسِبَنِ اللّٰهِ أَوْ يُحَاسِبَنِ وَالِدَيْ لَخْتَرْتُ أَنْ يُحَاسِبَنِ اللّٰهِ Əgər qiyamət günü mənə ixtiyar verilsə ki, səni Rəbbin haqq hesaba çəksin, yoxsa valideynin, mən istəyərdim ki, məni Rəbbim hesaba çəksin. Çünki Rəbbim mənə valideynimdən daha rəhimlidir. Çünki Rəbbim mənə valideynimdən daha rəhimlidir. Bu sələflərin sözüdür. Aydındır, qardaşlar. Həmçinin bir mühüm məsələni qeyd edim. Hansı ki, husn-u zənnin olması üçün mütləq olmalıdır, qardaşlar. O da nədir? Sən etiqad etməlisən ki, Allah Teala hər şeyə qadirdir. Hər şeyə. Nə qədər müsibətlərə düşsən, bil ki, Allah Teala səni oradan çıxartmağa qadirdir. Bax, bu mühümdür, qardaşlar. Bunu hardan bilirik? Quran-ı Kərimdən. Allahu Cəllə və Alə öz mübarək kitabında buyurur ki, أو كالذي مر على قرية وهي خاوية على عروشها قال أن يحيي هذه الله بعد موتها və ya deyir, damları uçulub xarabalığa çevrilmiş bir kəndin yanından keçən kimsənin hekayətini bilmirsənmi? O demişdi, Allah bu kəndi ölümündən sonra necə dirildəcək? Və sonra Allah Teala buyurur ki, فَأَمَاتَهُ اللّٰهُ مِئَةَ عَامٍ ثُمَّ بَعَثَهُ قَالٍ Allah Teala onu öldürüb 100 il saxladı. Allah Teala onu öldürdü və 100 il saxladı. Sonra da dirildib dedi, Kəm ləbist? Qalə ləbistü yevmən əv bə'də yevm. Qalə ləbistə mi'ətə am. فانظر إلى طعامك وشرابك لم يتسنه وانظر إلى حمارك ولنجعلك آية للناس وانظر إلى العظام كيف ننشزها ثم نكسوها لحما. Allah Teala deyir, nə qədər qaldın? O dedi, bir gün yaxud bir gündən də az qaldım. Allah Teala dedi ki, əksinə sən 100 il qaldın. Öz yeməyinə və içdiyinə, suya bax. Hələ də xarab olmayıb. Həmçinin uzun qulağına da bax. Biz səni
insanlar üçün bir dəlil etdik. Sümüklərə bax, gör biz onları necə bir-birinə birləşdirir, sonra da onların üstünü ətlə örtürür. Fələmmə təbəyyənə ləhu qal. Ona həqiqət bəlli olduğundan sonra belə dedi. Nə dedi? A'lamu ennəllaha alə kulli şeyin qadir. Mən artıq bilirəm ki, Allah Taala hər şeyə qadirdir. Mən artıq bilirəm ki, Allah Taala hər şeyə qadirdir. Aydındır, qardaşlar. Ona görə bu əqidə üzərində ölsən, yəni bilsən ki, Allah Taala hər şeyə qadirdir və belə ölsən, çox böyük ümidlə ümid olunur ki, Allah Taala səni bağışlasın. Və Allahdan istəyirəm ki, bizə hidayət verdikdən sonra bizi azmaqdan qorusun. Həqiqətən Allah subhanahu və teala buna qadirdir. Və sallallahu alə nəbiyyina Muhammed və alə alihi və sahbihi əcmain. İxlasla.com saytı tərəfindən təqdim olundu.